Birinci sual fotoeffektidir yenə də. Fotoeffekt və bu voltan və xarakteristikasıdır. Bura bilirik ki, U saxlayıcıdır. U saxlayıcı, amma mənfi 2 yox, 2 volt desək. Burada da fotonun enerjisi verilib, Y foton və işi soruşur. Ona görə də biz Einstein tənliyi fotoeffekt üçün Y foton A plus YK olsun. Bir YK da YU'dur. YU'dur, U saxlayıcı. U saxlayıcı neçədir? 2 volt. Onda 2 elektron volt. Onda YK olsun. 2 elektron volt. O da 2 elektron volt. O da neçə jol eləyir? 2 vur 1 onda 6 mənfi 19. 3 tam onda 2 vur 10 üstü mənfi 19 jol. Deməli YK oldu. 3 tam onda 2 vur 10 üstü mənfi 19 jol. Bura 3 tam onda 2. Foton da verib. 6 tam onda 8 10 üstü mənfi 19. Onda A çıxış işi olur. 3 tam 6 tam onda 8. 3 tam onda 6. A variantı görürük. İkinci sual. Potansiyel enerji 20 jol artarsa kinetik enerji 20 jol azalacaqdır. Biz bunu bilirik. Havanın müqavimət qüvvəsi nəzərə alınmışsa. Üçüncü sualda biz cisimlə onun xəyalı arasındakı məsafə nə qədərdir? Cisimlə xəyal arasındakı məsafə bilirik ki, D kiçik D plus kiçik F deməkdir. Cisimlə onun xəyal arasındakı məsafə D plus F sual deməkdir və toplayıcı lizadır. Özü də həqiqi xəyaldır. Bəli, fokus məsafəsi F verir mənə, onda 4 metr. Lizada cismin 4 dəfə kiçirilmiş xəyalı alınıb. Yəni kiçik xəyalın olacaq D-ni 4-ə bölsək, D-də 4 dənə kiçik F olub. Bunu biz bilirik. Artıq mən bunu belə hesablayıram. 1 böl F, 1 böl D plus 1 böl kiçik F. Düz. Və 1 böl F oldu neçə? 0, yox, 2 onda 5. Bilirəm, çünki 2 onda 4 metr yazmışdıq burada. Burada da bunu hələ ki saxlayaq. D-nin də yerində 4F yazaram. 1 böl 4F, 4 kiçik F plus 1 böl kiçik F orta məxrəc 4F. Burada da 1 plus 4, o da 5 bölünsün 4F. Və 1 böl F dediyim 1 böl onda 4, o da 2 onda 5'dir. Onda sən kiçik F'i tapsan, kiçik F olacaq 5 böl 4 vur 2 onda 5, o da 10, o da onda 5 metr. Kiçik F oldu, onda 5 metr. D də nə qədərdir? D 4 vur onda 5, D də 2 metrdir. Onda kiçik F'im oldu onda 5, bu oldu 2 metr, bu oldu 2 onda 5 metr. A variantı. 4. 30 litrli həcmli bağlı qabda müəyyən qədər sıxılmış hava var. Havanın yarısını qabdan buraxdıqdan sonra qabda qalan hava neçə litr olur? Ümumiyyətlə qazlar 30 litr içərisində əgər qaz varsa, yəni qabın içində nə qədər çıxartsan da yenə də 30 litr qalacaqdır. Çünki qazlar həcmini saxlamırlar. Onu unutmayaq. 30 litr olacaqdır. 5-ci sualda şağılı yuxarı atılıb. Burada T qalxma deyirdik, yadınızdadırsa. Burada V0, burada T uçuş deyirdik. Başlanğıc sürəti. Onda T qalxmanın düsturu V0 bölü R'dir. Bura 3'dürsə, yəni 3 saniyə verib. Bura 10'dursa V0'ın 30'dur demək. 6-cı suala baxacağıq. 6'da dispersiyaya aiddir. Aşağı düşdükcə tezlik neyinirdi? Artırdı. Dalğa uzunluğu azalırdı. Sındırma əmsalı da artırdı deyə biləcəyik. Ona görə də N1 kiçikdir N2. Getdikcə sındırma əmsalı artır. Dalğa uzunluğu da azalır. Lambda 1 də böyükdür lambda 2-dən. O da C variantı. 7. Sərtliyin vahidi Newton bölü metr. Əsas vahidlə Y variantı alınacaqdır.
Termorezistor yarım keçiricidir. Yarım keçiricinin müqaviməti temperaturla tərs asılıdır. Termorezistoru soyutluqda müqaviməti artar. 9. Biz bilirik ki, bu necə birləşmədir? Ardıcıl birləşmədir. U konstantdır, yəni mənbədəki gərginlik həm də bunların cəmidir. Yəni U bərabər U1 plus U2 deməkdir. Bizə deyir ki, ikinci kondensatorun könəlləri arasında dielektrik daxil etdikdə, əgər dielektrik daxil etsəm, bunun C'si artar. Və U da nəyə bərabər? Q böl C2. C artarsa U2 azalar. U2 azalarsa U1 artar deməkdir. Deməli U1 artar, U1 artar, U2 azalar. U1 artar, U2 azalar. Demək belə. 10-cu suala baxacağıq. Qazın gördüyü iş P delta V'dir. Onda qrafikdə saha, PV qrafikindəki sahanı hesab edəcəyik. Birinci iş bu üçbucağın sahası olar. Katetləri hasilinin yarısı bir kateti 1-dən 6'ya qədərdir. Yəni bir kateti 5. Bu birisi katetdə 1-dən neçəyə qədər? 5'e qədər, bu da 4. Onda 2'də 1, 5 vur 4. A1 olacaq 10. İkinci üçbucaq da budur. Bir kateti 2 damadır. O birisi kateti isə 4 damadır. Yəni 2'dən 6'ya 4. Burada da 2'dir. 6, 8, 2. Onda A2 də olacaq 2. 2 oldu mu? Yox. 4. A2 də 4. 2'də 1 AB. Onda A1 bölü A2 10 bölü 4. O da 2 onda 5'dir. 11. İşi hesabla. Bəli, yenə də fiqurun sahəsi. Baxın, yenə də fiqur Fs'dir çünki. Bunda trapesiyanın sahəsi. Onda bura olsun A, bura B, A bizə 2'dən 6'ya 4, B 6, 6'dır, H da 8'dir. A plus B bölü 2 vur H. O da 4 plus 6 bölü 2 vur 8. Bu da 40 joule olacaqdır. 12. Rəqqasın tezliyin sapın uzunluğundan, qravitasiya sahəsinin tezliyindən və rəqsin amplitudu hansı qrafik hansında olur? Rəqqasın tezliyi 1 bölünsün, yəni yazırıq 2 pi kök altında R böl L'dir. Nu R ilə biz artıq görürük ki, kök altı ifadə deməli bu doğrudur. Sonra nu L ilə tərs asılı 2 də doğrudur. Amma nu amplitudla asılı deyil. Nu amplitudla asılı olmaz. 2, 4, 6. O da Bakıdır. 13. sual. Aha. Öz-özünə induksiya yaranırsa induktivliyi, bu bizə nə verib? Cəryanın dəyişmə sürəti. Yəni deltayı böl delta T'dir bu. Onda EHG düstur nə idi? Modulu yazıram. Deltayı böl delta T. EHG verib 2 millivolt. Yəni 2 millivolt. Deltayı böl delta T'ni verib 10'da 5. Onda EHG'ye düşür 4 millihenry. Daha doğrusu EHG yox. İnduktivliyə 4 millihenry düşür. Və 14. 14. Bəli. Buna düstur verirəm, özünüz işləyərsiniz. Deməli, 27 dərəcə temperaturda nisbi rütubət 50% olarsa, havadakı su buxarının parsial təzyiqini hesablayaq. Yəni, P'sini. Düstur olaraq, fi parsial təzyiq böl doyan buxarın təzyiqi vur, nədir? 100'dür. Onda biz buradan P'ni tapsaq, fi vurulsun doyan buxarın təzyiqi bölünsün 100 olacaqdır. Onda bizim üçün ama doyan buxarın təzyiqi yoxdur. Onun üçün burada verilenlərdən doyan buxarın təzyiqini P, rho, RT bölünsün böyüyəmdən tapacaqsınız. Və ondan sonra P0'ı gəlin yerine qoyun. Ondan sonra P'ni rahat tapa biləcəksiniz. 15.
15'te biz bilirik ki bura EHG'dir. Epsilon çıx İyerli suruda bilirik eləmi? İyer. Bura ilə gərginlikdir. Bu da İ qısa qapanma cəryanıdır. Və M nöqtəsində xarici müqaviməti istəyir. Yəni böyüyər. Gözəl. Onda belə bir bax U üçün bir düsturu var yenə də. Epsilon R plus kiçik r. Var mı? Var. U var. Bizdə nə qədər? 5 bərabər. EHG var 30 r bölünsün. R plus ama kiçik erim yoxdur. Amma kiçik eridə I qısa qapanma var da. I qısa qapanma epsilon böl kiçik r. I qısa qapanma 10'dur. EHG 30'dursa kiçik erim 3'tür. Kiçik eridə 3 oldu. Onda biz burada kiçik eri tapacağıq. 30 erin 30 ne oldu? R beraber 5R plus ne? 3 30R 5R plus 15 olar. 15 olar. 25 R'im olacaq 15. 5'e kısalırsak 5R olacaq 3. R'de 10'da 6 oldu. Dadaş. 16. Maqnit sarğaca maqnit sahəsi enerjisi dəyişər, ferromaqnit işçilik sarğacdan çıxarsaq. Çıxarırsa deməli müsu azalır deməkdir. Onda L də azalar. L azalarsa maqnit seli fi Li'dir. Fi də azalar. Enerji də azalacaq çünki L kvadratı bölü 2'dir. Yəni ya da ki fi kvadratı bölü 2'dir. Azalır. Hər ikisi azalır. Y variantı. 17. Aparılan ideal qaz üzərində aparılan prosesdir. Hansı prosesdə qazın sıxlığı azalır, amma verilmiş kütləli. Rho M böl V'dir. Sabitdir. Qazın sıxlığı azalmalıdır. Onda biz həcmin artmasını gözləyək. Onsuz da 1-3'də həcm sabitdir, dəyişməz. Həcm temperaturlar necə asılıdır? Düz asılı. 1-2'də temperatur artırsa, bunda V də artar. Deməli 1-1-2'dir. Digəri isə V P ilə tərs asılıdır axı. V'nin artması üçün P azalmalıdır. Yəni 1-6. 1-2 ilə 1-6'nı biz görə biləcəyik. Və 18'e baxırıq. 18'də sükunətdə mənfi Q0 yükünün elektrik sahəsində hərəkət etdirilən, baxın, mənfi Q0 yükünün elektrik hərəkət edilən Q1 və Q2 ilə uyğun bəndləri müəyyən edin. Yəni Q0 yükləri, baxın, sükunətdələrdir və bunların ətrafında Q1 yükünü bir mənfi Q0 yükünə doğru gətirirlər. İkincidə isə müsbət Q0 Q2 yükünü Q0 yükündən uzaqlaşdırırlar, görürük. Və bunların qüvvəsini də rahat çəkək. Məsələn ki, bu mənfi yük, bu müsbəti özünə neyinir? Cəzb edir. Bu F ilə V eyni istiqamətdir. Bu mənfidir. Yenə də F bu tərəfə olacaqdır. Görürsünüzmü? Və burada biz baxsaq F ilə V eyni istiqamətdədir. Onda bunun sürəti neyinir? Artır, yeniləşir çünki. Amma bərabər yeniləşmir. V artırsa kinetik artır. Onda YP'si neyinir? Azalır. İkincidə isə F ilə V əks istiqamətdədir. V azalırsa YK azalır. YP neyinir bala? Artır. Gözəl. İşdəki F'in istiqamətinə baxacağım. Burada FV ilə eyni istiqamətdədir. İş böyükdür 0. Burada FV-nin əksinədirsə iş kiçikdir 0 və bu qaydaları yazdım. Ondan sonra baxaq. Yüksək sistemin potensial enerjisi azalıb. Deməli 1 də azalıb. Deməli nə olacaq? 1 də azalacaq. Saha tərəfindən təsir edən qüvvənin modulu artır. Qüvvənin modulu nə zaman artar? FK Q1 Q2 R kvadrat. Onda qüvvənin modulu nə zaman artar? R'in azalmasında, yəni yaxınlaşanda. Yəni bu buna yaxınlaşdı. Onda qüvvə artacaqdır. Yəni 1'ə aiddir bu da. 2
2 ilə 1 aid. Saat təsir edən qüvvənin istiqaməti, saat təsir edən qüvvənin istiqaməti soladır. Baxın, sola olan. Bu da soladır, bu da soladır. Hər ikisi, görürsünüz? O da olacaq 3 hər birinə. Sahanın gördüyü iş müsbətdir. Müsbət olan birincidədir. Yenə də müsbət olan, haradasa səhv eləmişik burada. Potensial, yüklər sistemin potensialisi dəyişir demişik. Biz artmasını bayağı dedik. Dəyişir hər birində olacaqdır. Birində azalır, birində artır. Bir hər birinə gedər. Və sahanın gördüyü iş müsbətdir. Təbii ki, hansına gedər? Birinciyə gedər. 4 olsun, mənfidir. 5 bura gedəcəkdir. Sonra özünüz baxın. Bəli, 19. Yüklənmiş 2 eyni metal kürə müsbət, demək, yüklənmiş 2 eyni kürə müsbət asılıb. Kürələri bir-birinə toxundurub, əməlki vəziyyətə gətirdikdə saparda yaranan gəlmə qüvvəsi necə dəyişir? Baxın, kürələri bir-birinə toxundurub, yəni bu kürəni bu kürəyə toxundursaq, nə baş verər? Onu anlamaq lazımdır və əgər eyni metal kürələri bir-birinə toxundursaq, onların yükləri bərabər paylanır. Onda onların yükləri cəmləyək, bölək 2-yə. Onsuz da bu da mənfi Q, bu da müsbət Q, onsuz da hərəsinin yükü neçə olacaq? 0 olar. Yəni, ikinci halda heç birinin yükü olmayacaqdır. Yaxşı, bunda birinci hala baxaq. T1 birinci halda nə olacaq? Fikir versəz, bu aşağıdakı müsbət lövhə mənfini bir Q'ye qüvvəsi, bir də bu mənfi yükün MC'si var. Onda T1'ə nə yazaram? Baxın, T1'ə birinci halda, baxın, T1'ə birinci halda MC plus nə? Q'ye yazaram. İkinci halda isə, daha doğrusu ikinci kürənin müsbətini necə dəf edəcəkdir? Onda T2 yazaram, MC çıx, Q'ye yazacağım. Və toxundursaq, onda hər birinin Q'yesi 0 olar. Onda T1 olacaq MC, T2 də olacaq MC. Gördünüz mü? Onda T1 MC plus Q'ye idisə MC oldu. Onda T1'im azaldı. T2'm MC çıx Q'ye idisə MC oldu. Onda T2 də artdı. Değil mi? Azalar, artar, Y variantı. 20, Q və B F'dir. Bilirəm, Lorentz qüvvəsi F bölü M-də təcil olduğunu bilirəm. Sonra 22, yox, 21. 21, qayışlı ötürmədir. Diskdə omegalar eyni. Bir ilə 2 diskdir. Onda omega 1, omega 2'ye bərabərdir. Disk 2 ilə 3 qayışlı ötürmə kimi baxacaq. Qayışlı ötürmədə omega ilə tərs asıldır. Onda eri kiçik olanın, yəni 3'ə düşdükcə omega böyüyəcəkdir. Ona görə kiçikdir, omega 3 olacaqdır. O da Bakı olacaqdır. 22. Koordinatın zamanı asılı qrafiki verilib. Hansı cisimlərin T0 zaman anında sürəti 0'a bərabər ola bilməz. Bəli, yəni T0 anında sürət, yəni başlanğıc sürəti 0 ola bilməz. Yəni. Baxın, birinci hərəkət necə hərəkətdir? Yavaş. İkinci hərəkət düz xətti bərabər sürətli, üçüncü yeyinləşir. Biz bilirik ki, onsuz da bu ikinci hərəkətlə üçüncü hərəkətin başlanğıc sürəti, daha doğrusu 1 ilə 2'nin başlanğıc sürəti 0 ola bilməz. Yəni, bu mənasız olur. Adam bərabər sürətli hərəkət edir. Deyərsən ki, başlanğıc sürəti 0. Onda anlama gəlir ki, dəyişən sürətdir. Yəni, 22 olacaq 1, 2. 23. Bəli, bayaqları istifadə etdik əslində. Nəyi eyni olsun deyir? Mütləq uzanma. Yox, delta L. Yəni, delta L-i eyni olsun, sabit olsun. Onda sən deyirsən ki, təsəvvür edin ki, 8 km düz yazılıb, həmin məfdili ortadan qatlayıb. Təsəvvür edin ki, bir məfdildir. Bir məfdildir bu formada. Bir məfdildir. Bunun uzunluğu S0, qalınlığı S olsun. Sonra bunu qatdala. Qatdalasan qalınlığı neyəcək? 2 dəfə artacaqdır.
uzunluğu isə 2 dəfə azalacaqdır. Onda biz belə düşünəcəyik. F bərabərdir K delta L'dir. Yəni M ilə F bölü J'dir yazsam, F K delta L bölünsün J. K dediyimdə S'ye böl L0'dır. L0 J vur delta L. Delta L eynidir. J dəyişmədi. S0'ım 2 dəfə azaldı görürəm. S də 2 dəfə artdı. Onda M 4 dəfə artar. 8 kilogram idisə 32 kilogram olacaqdır. 23'e 32 dedik. 24. Çox rahatlıqla həll edə bilərik bunu. F gəlmə qüvvəsi 12 Newton. Baxın, bax bu ipin 12 Newton'dursa, bu ipdən neçə M asılıb? 1 M. Onda bu ipə sən 2 M asılıbsa 1 M'ə düşüb 12, bura 24 Newton olar. Eyni ip ise 24, 24, 24, 24. Onda bu tərəfdə 24 Newton'dur. Onda 24 Newton 3 dənə ip asılıb. Hərəsində nə düşər? 8 buna düşər. Onda bu 8, buna da 2 dənə 8, 16 Newton olacaqdır. Onda cavab 16 Newton. 25. Atomun planetar modeli əsasında çəkilmiş şəklə görə hansı ifadələr doğrudur? Biz baxırıq ki, bu nüvənin içində 3 dənə proton var. 3 protondursa bu 3-cü elementdir. O da lityumdur. Ama 2 dənə elektronu var, görürsünüz. Elektronun ətrafında, nüvənin ətrafında elektronu var. Deməli bu atom deyil, iyondur. Ona görə də lityum müsbət iyondur. Çünki 2 dənə elektronu var, 3 dənə protonu var. Baxın, 3 protonu var, 2 elektronu. Ona görə də lityum müsbət iyonudur. Elektronların sayı 2'ye bərabərdir, düz deyir. Protonların sayı 2 değil, protonların sayı 3'tür. Yani 1, 3, 6. 25'i dedik. 25'i dedik. Gəldik 26'ya. Yenə də amper qüvvəsi görürsünüz, hər dəfə düşür. İB L'dir. Artıq mən F'in I ilə asıllığını düz götürəcəksən. F2'nin F1'ə, I2'nin I1'ə. Vəssalam. I1'im neçədir balam? I olsa I2'm 4 ididir. Şərtdə bunu deyir. F1'im də F'dirsə F2'm oldu F plus 30. Dedik mi? Dedik. Onda F ile düz asılı. F2'nin F1'ə, burada onu yazmışam. I2 bölü I1 yani 4 olacaq 4. Belə olacaq. Bu ifadəyə 4 deyərəm. Baxın bu ifadə 4'dür. F2 də yerində F, bunu yazalım. F plus 30 bölü F1. F plus 30 bölü F bərabərdir 4'dür. 4 F'im F plus 30'dur. Onda F'i gördüm ki burada 10'dur. 27. Rəz konturunda maqnit nüfuzluğu mu olan daxil ediblər. Daxil edilibsə deməli mu-nun artmasıdır. Rəqslərin tezliyi. Rəz konturunda mu 1 bölü 2 pi kök altda S. Elde nə idi? Mu L0. Əgər mu-nu artırmışsansa elde mu dəfə. L mu dəfə artsa mu kökdə mu qədər azalacaqdır. Onda 1'ə nə düşəcək? Kökdə mu dəfə azalar D. 2. Rəqslərin periodu. Onda kökdə mu əgər artıbsa, daha doğrusu azalıbsa kökdə mu qədər, period isə kökdə mu dəfə artar 2C. İnduktivlik bəs, o da mu dəfə artar, gördünüz mü? Y variantıdır. Və 28. Təsvir edilmiş təcrübədə K açarı qapandıqda nal şəkilli maqnitin qolları arasında AB naqili maqnitdən itələnir. Baxın, bura bir maqnitdir, görürsünüz mü? L və M qütbləri. K açarını elə bu qapayıb, baxın bu naqil görürsünüz mü? Bu naqil, bu qırmızı xət var, F-lə sağa doğru. Bu naqil buradan itələnir və buradan bir alfa bucağı alır. Deməli, bunu silim mən buradan bir təzədən baxaq. Oldu, görürsünüz mi? Naqil buradan itələnir. Deməli, bu naqilə hansı qüvvə təsir edib? Biz artıq bunu bilirik. K açarı qapadılmışıq.
Bu naqildən cəryan keçib. Maqnit sahəsində cəryanın naqilinə bir amper qüvvəsi təsir edib. Və həmən təsir qüvvəsi də, amper qüvvəsi də bizə deyib ki, bu tərəfədir. Onda sol əli təyin eləsək, nə lazımdır? Baş barmağı bu tərəfə, sol əlinin baş barmağını, 4 barmağı da cəryan. Cəryan da bilirik ki, bax buraları, bax, bura müsbət verib, bura mənfi. Yəqin bizim məsələdə görə bilmirsiniz, amma bura müsbəti, bura mənfi. Onda 4 barmaq müsbətdən mənfiyə doğru. Onda ovucun içinə induksiya daxil olmalıdır. Onda ovucun içində induksiya daxil olmalıdır, onda induksiya belə olmalıdır. Onda bura N olmalıdır, bura S olmalıdır. 29. Sükunət halından X oxucu sükunət halından hərəkətə başlayıb, onda xarakterə baxaq. Sükunət halindən başlayıbsa, birinci necə hərəkət olar? Yeyinləşən, amma bərabər nə? Yeyinləşən. İkinci əvəzedici qüvvə 0, onda bərabər sürətli, təbii ki, düz xətti bərabər sürətli və 3t0 isə bərabər nə? Yavaş. Bəli, onda impuls qrafiki amma sükunət halından da P0 sıfırdır. Bəli, gəldi. T0-dan yeyinləşir. T0-dan impuls dəyişməz. İmpuls azalacaqdır. 30. Faydalı iş əmsalı verib, eta verib, yük verib, sürət verib, V verib, güc verib və yükün kütləsini, amma tam güc verib. Görürsünüz? Tam güc verib. Onda faydalı işin düsturunu faydalı böl P tam vurulsun 100 kimi yaza bilərəm. Tam güc verib onsuz da P faydalı da yerində F vurulsun V. Yəni gücün düsturu neydi? FV. Vurulsun 100 bölünsün P faydalı. Və ya MJV vurulsun 100 bölünsün P faydalı. Buradan da neyi tapaq? Yükün kütləsini tapacaq. M də eta vurulsun P faydalı bölünsün 100 RV eta oldu 80 faydalı daha doğrusu tam biz tam aslında bu tam olmalıdır. Faydalı niye bunu bu tam olacaktır. Tam da 1250 110 bu da 10'da 2. Güzel. 0 0 bu getdi. Bu oldu 2. 0 0 bəli getdi bura. 125'i də 2'ye bölsək. Bura oldu 4. Bura 2'dirsə, bura oldu 4'də 125'e bölsək 500 kilogram. Vursaq 500 kilogram olacaqdır. Bu qədər. Uğurlu olsun.